Deməli uşaqlar, gəldik çatdıq present perfect mövzusuna. Mənə görə bu ingilis dilində keçid nöqtəsidir. Yəni biz yazıda çox to be-ni öyrənəndə demişdik ki, bu keçiddir, burada biz cümlələri öyrənirik. İkinci bu present perfect mövzusudur ki, bunu öyrənsəz 100% əmin olun ki, digər zamanlar belə halva, super, rahat şəkildə öyrənəcəksiniz. Amma bunu diqqətli şəkildə qulaq asıb tam başa düşmək lazımdır. Mən bütün bacarıqlarımdan indi sizə onu tam izah eləməyə çalışacağam. Baxın, dedik ki, var I play. Var I played. Var I will play. Yəni indiki sadə zaman, keçmiş zaman, gələcək zaman. Dedik ki, var I am playing. İndiki davam edici zaman. I was playing. Yəni keçmiş davam edici zaman. Bunu zaman oxları ilə çəkib izah eləmişdik. Gələcək davam edici zaman var, hələ ki ora girmirik. Danışırıq present perfect-dən. Bunun strukturunu yazacağam. Yazmamışdan əvvəl birinci onu izah eləmək istəyirəm ki, fikriniz strukturda qalmasın. Baxın. Adına bir dənə baxın. İndiki bitmiş zaman. Bir şey bitib, amma indiki zamandadır. Yəni bu bitibsə necə indi ola bilər? İndiki zamanda olan onun təsiri, nəticəsi, effektidir. Bu nə deməkdir? Məsələn, mən sizə deyirəm ki, gəl gedək yemək yeyək. Siz də deyirsiniz ki, yemişəm. Bax, bu o deməkdir ki, mən toxam. Bəlkə 1 saat əvvəl yemişəm, bəlkə 5 dəqiqə əvvəl yemişəm, bəlkə də 10 saniyə əvvəl yedim, durdum. Yəni, bəlkə də 2 saat əvvəl yemişəm. Amma nəticə etibarilə mən toxam. Onun təsiri odur ki, mən bu dəqiqə ac deyiləm. Siz deyəndə ki, mən yemişəm, mən sizə təzədən, zor, gedək yemək yeyək deyə bilmərəm. Yəni, başa düşürəm ki, sən yemisənsə, toxsan, onu ifadə edirsən. Amma siz desəz ki, mən yedim, I ate desəz, deyəcəm, tamamdır, mən də ate bir 3 gün əvvəl. Amma nə dəxli var ki? Amma yemişəm deyəndə artıq başa düşüləcək ki, bu demək ki, mən toxam. Yəni, biz indiki bitmiş zaman o vaxt istifadə edəcəyik ki, keçmişdəki hər hansı bitmiş bir şey indi bu dəqiqə bizim gündəmizdədir. Yəni, bizim üçün aktualdır. Məsələn, deyirəm ki, bir dənə kino var, qəşəng, Titanic. Deyirsiniz ki, baxmışam. Bax, bəlkə də 10 il əvvəl baxmışam ona. Amma baxmışam o deməkdir ki, mən o mövzunu bilirəm, görmüşəm, məlumatım var hal-hazırda da. Siz desəz ki, mən 3 il əvvəl Titanicə baxdım, bəlkə də sonra unutdum, bitdi, çıxdı, getdi. Amma siz desəz ki, mən Titanicə baxmışam, bunu birinci keçmiş zamanda istifadə edə bilmərsiniz. Deyə bilmərsiniz ki, 3 years ago I have watched Titanic. Yəni, 3 years ago bu zamandır. 3 il əvvəl baxdım ola bilər. Bu indiki zamandadır. Bax görürsünüz, indiki sadə, indiki davam edici, indiki bitmiş. Keçmiş zamanda heç nə deyə bilmərsiniz. Yəni, baxmışam, o haqda məlumatım var. Bunu ingilis dili müəllimləri mişəm falan qəti şəkildə oralara girməyin. Çünki dediyim kimi qarışdıra bilərsiniz. Biz Azərbaycan dilində deyirik ki, 3 il əvvəl baxmışam. Çox normal cümlədir, düzdür? Mən 3 il əvvəl baxmışam o kinoya. Amma ingiliscə ilə demək olmaz. Çünki bəlkə də heç Azərbaycan dilində də demək olmaz o qrammatik olaraq. O qədər dərinliyini Azərbaycan dilinin qrammatikasını bilmirəm. Amma baxmışam indiki zamandadır. Yəni bunu da hardan başa düşürük? Bax, məsəl üçün mən sizə deyirəm ki, mən müəlliməm. Yəni mən müəlliməm. Düzdür? Bu sondakı əm şəkilçisi mənim bu şey olduğumu göstərir. Mən müəlliməm. Desəydim ki, müəllimsən, bilinəcəkdir ki, sən bu şeysən. İndi baxın, deyirəm ki, baxmaq sözünü baxmış bir insan eləyirəm və deyirəm ki, baxmışam. Bu əm şəkilçisi. Bu, yenə mənim bu olduğumu göstərir. İndiki zamanda, yəni baxmışam mən ona. Ya da deyirəm, məsələn, görmüşəm, yenə əm. Bax, görürsünüz, bu əm də əslində görmüş bir olduğunuzu bildirir. Yəni, mən həmin o görmüş insanam, mən bilirəm o haqda.
deməkdir. Bunu niyə belə dəfələrlə deyirəm? Çünki dediyim kimi bu keçid mövzusudur. Bunu bilsəz, digər bütün zamanları su kimi bildiniz bilin. Ona görə bunu çox diqqətli şəkildə yaxşı başa düşmək lazımdır. Əgər ingilislər qarışdırırlar, ağlarına gələn kimi istifadə edirlər, yox. Hamı bitmiş zamanı çox möhtəşəm şəkildə bilir. Həddən artıq çox da istifadə edir. Mən sizə yadınıza gəlsə demişdim ki, bəs bu zamanları bilirsinizsə, bütün fikrinizi rahat şəkildə ifadə edə bilərsiniz. Bunlara ehtiyac olmadan. Düzdür, eləyə bilərsiniz, amma sizi başa da düşərlər. Sadəcə olaraq ingilis dili bilmədiyiniz həmən ortaya çıxar ki, hə, bu adam ingilis dili bilmir. Niyə? Çünki məsələn bu dəqiq elədiyi şeyi indiki sadə zamanda ümumiyyətlə eləmiş kimi danışır. Ya da ki, bayaq o danışdığım bundan əvvəlki mövzuda keçmiş zamandan keçmiş davam edici zamanı müqayisə eləyəndə gördünüz də ki, keçmiş sadə zamanda tamam başqa mənaya gəlir. Keçmiş davam edici zamanda tamam başqa mənaya gəlir. Bunun strukturu necədir? I have played. Have üçüncü şəxsin təkində təbii ki, has olacaq. Sualda, inkarda bax bu rol oynayır. Əvvələ keçir sualda, inkarda ona not artırırıq və siz I have played deyəndə o mənaya gəlmiş olur ki, mən artıq oynamışam. Okay? Yəni mən məsələn bugün futbol oynamışam. Ona görə oynamaq istəmirəm. Ya da yorulmuşam. Bunun nəticəsi hal-hazırda yorğun olmuş olmağım ola bilər. Məsələn, deyirəm, niyə yorğunsan? Çünki futbol oynamışam ona görə. Yəni, I have played football. Bu indiki bitmiş zamandır. Əgər başa düşmədinizsə, bir dəfə də videoya təzədən baxın. Əminəm ki, əvvəl başa düşmədiyiniz nələrsə təzədən qabağınıza çıxmış olacaq ki, hə, bax bu demək imiş. Mütləq yaxşı başa düşməyə çalışın. Mən minlərlə tələbəyə bu dərsi izah eləmişəm və onlara bu şəkildə izah edib başa sala bilmişəm. Dediyim kimi, əgər başa düşmədinizsə, ola bilər ki, həmin izah nöqtəsində beyninizdə tamam başqa şeylər fikirləşirdiniz. Ona görə xahiş edirəm ki, diqqətli şəkildə bir dəfə də baxın. Əgər başa düşməmişsə, başa düşəcəksiniz, 100% əmin olun. Çünki o qədər də qəliz deyil. Sadəcə bizim heç vaxt fikir vermədən istifadə etdiyimiz Azərbaycan dilində bir zamandır. Ona görə biraz çətin gəlmiş ola bilir. Və bundan sonraki mövzumuz ondan əlaqəlidir bir növ. Ona görə bunu yaxşı bilməlisiniz ki, o mövzunu daha yaxşı biləsiniz. Deməli, bunun sualında dedik ki, have keçir qabağa. Məsələn, deyirəm ki, have you watched Titanic? Yəni, baxın, sualda daha yaxşı aydın olacaq. Mən sizə desəm ki, adınız olsun, məsələn, Ruslan. Məsələn, bəlkə də indi Ruslan adında biri bu videoya baxır. Deyirəm ki, Ruslan, Titanic'a baxdın. Bax, heç sizlə heç bir dialoqum olmadan birdən biri sizə belə sual versə ki, Ruslan, Titanic'a baxdın. Nə deyərsiniz? Deyirsiniz ki, baxasıydım ki, necə belə sual verə bilirsən ki? Yəni, baxdın, keçmiş sadə zamana bir göndərmə eləyirəm də. Siz deyirsiniz ki, baxmalıydım ki, çünki belə bir dialoqumuz olmuyor. Bax ki, baxım. Yəni, mən sizə 3 gün əvvəl desəm ki, Titanic'a bax, bugün gəlib desəm ki, baxdın, did you watch? Bu okey olardı. Yəni ki, 3 gün əvvəl baxdın. Bir də var deyirəm ki, Titanic'a baxmısan, yəni bugün sənin Titanic haqqında məlumatın var, o kino yadındadır, necə olması. Bax, onda have you watched deyəcəyik və əgər heç, məsələn, baxmısanmı, heç harasa getmisən, heç Avropada olmusan, heç idman eləmisən, heç ingilis öyrənməyə cəhd göstərmisən kimi bax, o heçləri də burada istifadə edəcəyik. İndi məsələn deyirəm ki, have you traveled? Heç səyahət eləmisən? Ümumiyyətlə səyahət eləmisən? Deyəcəm ki, have you ever traveled? Əgər deyiriksə ki, have you ever traveled? Bax, bir də var deyə bilərik ki, heç Avropada olmusan, olmaq nədir? Danışıram. Məncə nə də? Deməli, siz deyəndə ki, məsələn, Amerikada olmusan, bunda artıq olmaq feilindən istifadə edirik və burada be ikinci forması
was və üçüncü forması been-dən istifadə edəcəyik təbii ki. Ümumiyyətlə, present perfect-də have, has, üstəgəl feilin üçüncü formasını istifadə edirik. Deməli, burada deyəcəyik ki, have you ever traveled yox, been deyəcəyik. Bir də burada bayaq əgər mən travel yazmışdımsa, üzrlü sayın, traveled, yəni təbii ki, feilin üçüncü forması istifadə olunacaq. Have you ever been, heç olmusan, Amerikada, necə deyərsiniz? Baxın, Amerikada deyəndə normalda in America deyərik, ya da ki, at heç olmasa USA. Amma biz burada to deyəcəyik. Okay, have you ever been to USA? Have you ever been to Istanbul? Okay, have you ever been to və deyəcəyimiz yer. Yəni, bu biraz istisna kimidir, ona görə istədim bunu vurğuluyum. Present perfect-i başa düşdünüzsə, ümid edirəm başa düşmüsünüz. Başa düşmədisə, lütfən yenidən baxın videoya və tapşırıqları eləyin ki, tam şəkildə danışığınızı həkk eləmiş olasınız. Çünki bundan sonraki mövzu birbaşa bununla bağlıdır. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.